Jungle. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Artıq bilmirəm fikir vermisiniz. Bir aydır ki, mən ya YouTube səhifəsində, ya TikTok səhifəsində heç bir video paylaşmıram müəyyən səbəblərə görə. Sözün açığı, həm özümə istirahət götürdüm bir ay ərzində ki, yəni axırıncı dəfə səfərimiz Bərdə maşın bazarına oldu və çox yorulmuşdum. Həddindən artıq havalar da istiləşib. Yəni konkret olaraq, yəni çəkiş eləmək də çətinləşib mənim üçün. Amma mən yenə də, yəni sizlər üçün çəkiş eləməyə davam edəcəyəm o öz yerində. Ona görə bir ay ərzində dedim özümə bir istirahət verim, yəni heç bir yerə getməyim. İnşallah ki, artıq yeni həftədəyik və yeni həftədən artıq inşallah ki, həftənin 5-ci günü ola bilsin Bərdə maşın bazarında çəkişimiz oldu, 6-cı günü də Göyçay maşın bazarında çəkişimiz oldu. Bir məsələnizi nəzərinizə çatdırım ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü sizlər üçün fəaliyyət göstərir. Buradan səslənirəm Azərbaycanın bütün bölgələrinə, həm şimal, həm cənub, həm Aran bölgələrinə, həmçinin Bakı, Sumqayıt, Abşeron bölgəsinə ki, Göyçay maşın bazarına gələsiniz. Maşınınızı həm satmağa, həm maşın almağa, yəni ən əlverişli rayon bazarları arasında ən əlverişli bazardır. Həm girişi ucuzdur, ödənişlidir təbii ki, girişi ucuzdur. Həmçinin də ki, yəni qiymətlər münasibdir. Mən çox bazarlarda olmuşam və görürəm ki, qiymətlər, yəni həqiqətən Göyçay maşın bazarı digər bazarlara nisbətən qiymətdə münasibdir. İnşallah ki, yəni izləmədə qalın. Yenə də qeyd edirəm, həftənin 5-ci günü ola bilsin yenidən Bərdə maşın bazarında çəkişimiz oldu. Amma 6-cı günü işdir. Bərdə maşın bazarında çəkişimiz olmasa 6-cı günü mütləq ki, Göyçay maşın bazarından çəkişimiz olacaq. Baxıram, yəni izləyirsiniz, takib edirsiniz, komment yazırsınız. Yenidən izləmədə qalın səhifəni, takibdən çıxmayın. Yəni kommentlərinizi yaza bilərsiniz, amma komment yazarkən yenə də qeyd edirəm ki, diqqətli olun. Səhifəni daha çox insan izləyir, videonu daha çox insan izləyir və daha çox həm az yaşlılar, həm belə deyək, yaşlılar, həmçinin xanımlar da mənim səhifəmi izləyir, həm YouTube, həm TikTok səhifəmi və komment yazarkən çox xahiş edirəm diqqətli olun, kommentlərə fikir verək. Dedim sizlər üçün bir məlumat videosu çəkim, izləmədə qalın. İnşallah ki, Allahın köməkliyi ilə Göyçay maşın bazarından çəkişimizə davam eləyəcəyik. Biz deyən olsa, Allah hər kəsin işini avan eləsin, bizlər də onun içində. Çox sağ olun, var olun diqqətinizə görə.